Sual verilir ki, həyatdan problemlərdən bezdikdə vəfat üçün dua etmək günahdır mı? Bəli, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, "Lə yetəmənnəyənə ahadukumul mauta li durrin nazala bihi." Yəni sizdən biri ona üz verən müsibətə görə ölümü arzulamasın. Hər hansı bir müsibətə görə ölümü arzulamasın. Yəni insan bilsin ki, yəni bu dünyada nə qədər şiddətli olarsa, öləndən sonrakılar daha şiddətlidir. Ona görə bu dünyada üz verənlər, üz verən müsibətlər insan üçün kəffarədir. Hətta dərəcəsinin qalxmasına səbəb olur. Və hətta insan o müsibətlər səbəbilə yəni əməllə, ibadətlə çatmadığı dərəcəyə çatır. İbadətlə çatmadığı dərəcə insan müsibətlərlə çatır. Ona görə insan heç vaxt istəməməlidir. Yəni var müəyyən hədislər, yəni orada isə belə şərt qeydlə gəlir ki, əgər dini əldən getmək ehtimal varsa onda. İzə aradtə biqavmin fitnətən fəqbidni ileykə qeyrə məftun. Əgər bir topluma fitnə istədiyin zaman mənim canımı fitnəyə düşürmədən al. Bu yəni əsas din məsələsi. Əgər din əldən gedərsə onu da istəyə bilər. Amma yoxsa başqa dünyavi bir müsibətlərə görə yəni istəməməli. Və həmçinin o hədisin ardında da gəlir ki, İnkənə ləbud, əgər insan onu istəməlidirsə, qeydlə istəsin ki, Allahım, əgər mənim yaşamağım mənim üçün daha xeyirlidirsə yaşat, əgər ölməyim daha xeyirlidirsə canımı al. Yəni bu da nə vaxt? Əgər dözülməz olarsa. Yox, əgər insan mümkündürsə, səbr edə bilirsə, gərək səbr etsin. Ona görə insan səbr etməklə çox böyük mükafatlar qazanır. Hətta sələflər deyərlər ki, "Ləulə məsaibud dunya ləvaratnal qiyamətə məfəlis." Əgər dünyanın müsibətləri olmasaydı, biz qiyamətə yoxsul, müflis halda gələrdik. Müsibətlər olmasaydı. Və hətta başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, yəni qiyamət günü afiyət əhli, bəla əhlinə mükafat verildiyi zaman arzulayacaq ki, onların dəriləri dünyada ikən tikə-tikə doğranardı. Deməli, afiyət əhli, heç bir problem, sıxıntı, ağrı, acı, xəstəlik görməyən insanlar görür ki, bəla əhlinə, müsibətə düçar olan insanlara necə mükafatlar verir və onda arzulayacaqlar ki, onların dəriləri tikə-tikə doğranardı. O cür mükafatları əldə etmək üçün. Yəni bu demək deyil ki, insan özünü belə çətinə düşürməli, müsibətə düşürməli. Xeyr, insan heç vaxt istəməməlidir. İstəməməlidir, amma istəmədən imtahanlar labüddür olacaq. İmtahan gəldiyi zaman gərək insan onu yaxşı qarşılamağa çalışsın. Nəyə görə Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan edir? Hətta bir hədisdə buyurur ki, "Və la tetəmənnəu liqa'al aduv." Yəni düşmənlə qarşılaşmağı arzulanmayın. "Vəsəlullahal afiyə." Allahdan afiyət istəyin. Deməli insanın duası həmişə afiyət olmalıdır. Afiyət də geniş mənalı bir duadır. Yəni dinin afiyətdə olması, bədənin afiyətdə olması, mal dövlətin afiyət, yəni salamat. Afiyət yəni salamatçılıq. Yəni hər tərəfli insan Rəbbindən salamatçılıq istəməlidir. Fəizə laqitumuhu fasbir. Amma qarşılaşdığınız zaman deyir səbr edin. Və alimlər bunun izahında buyurur ki, nə üçün Peyğəmbər sallallahu əleyhi və səlləm düşmənlə qarşılaşmağı arzulamaqdan çəkinirdi? Çünki bunda aqibəti, sonu bilinməyən bir fitnə vardır. Yəni belə danışmaq asandır. Amma baş verəndən sonra onu qarşılamaq çətindir. Ona görə İbn Teymiyyə rahimehullah buyurur ki, insanın səbr etmək haqqında düşünməsi, səbr etməyə əzm etməsi ilə səbr etmək arasında böyük fərq vardır. Məsələn, insan deyir ki, belə olsa mən səbr edərəm. Belə müsibət gəlsə səbr edərəm, amma baş verəndən sonra o səbr edə bilmir. Niyə? Bilinmir necə olacaq. Yəni aqibəti bilinməyən fitnə var. Həmçinin insan belə arzulayanda nə olur? Arzulayanda bir növ insan özünə güvənmiş olur. Və insan da özünə güvənəndə Allah Teala yardımını çəkir. Və orada kim güclüsə o qalib gəlir. Amma kim ki xoşlamır,
Düşmənlə qarşılaşmağı istəmir və Allaha təvəkkül edir. Amma istəmədən oldusa, Allaha təvəkkül elədiyi üçün görürsən ki, qələbə çalır. Ona görə digər müsibətlərdə də insan heç vaxt yəni istəməmə. Hətta bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm bir sahabənin yanına gəlir. Və o sahabə xəstələnərək yatağa düşmüşdü. Hətta gəlib kəl-fərqi, cücə kimi idi. Yəni zəifliyindən cücəyə dönmüşdü. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, sən nəsə bir dua edirdinmi? Deyir ki, edirdim. Nə dua edirdin? Deyirdim ki, ya Rab, mənə axirətdən nə əzab verəcəksənsə, onu dünyada ver. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Subhanallah, lə tutiqu, Subhanallah, sənin gücün çatmaz. Yəni, axirətin əzabını dünyada çəkmək mümkün deyil. Deyirsən, nə üçün demirsən ki, Rabbənə ətinə fid-dünya həsənə və fil-axirəti həsənə və qina əzabənə. Ey Rəbbimiz, bizə dünyanın da yaxşılığını, gözəlliyini ver və axirətin də gözəlliyini ver. Və cəhənnəm əzabından qoru. Demək, insan duası bu olmalıdır. Hər iki dünyanın xeyrini istəməlidir. Və sonra dua edir, sağalır. Deməli, bu da onu bildirir ki, Peyğəmbər sallallahu etdiyi duaların, ən çox etdiyi dualardan Rabbənə ətinə fid-dünya həsənə və həmçinin burada bir fayda olaraq bəzən duaların qəbul olunan anları olur. Və insan baxır ki, azdır, vaxt azdır. Çoxlu dualar var, etmək istəyir, amma vaxt azdır, dardır. Və onda deyir, bu duanı etsin. Bu dua hamısını əhatə edir. Rabbənə ətinə fid-dünya həsənə və fil-axirəti həsənə və qina əzabən. Ey Rəbbimiz, dünyanın, bütün hər şeyi əhatə edir. Dünyanın gözəlliklərini və axirətin də gözəlliyini. Müəyyən təfsirlər var, amma o geniş mənadadır. Və Həsən Basri rahimehullah gətirir ki, dünyanın gözəlliyi elmdir və axirətin də gözəlliyi cənnətdir. Və cəhənnəm əzabından yəni qoru.